Əziz İslam Peyğəmbəri Həzrət Muhammed Mustafa sallallahu aleyhi və səlləmin saadətli viladəti münasibəti ilə Rusiyanın Sankt-Peterburq şəhərində mövlud şənliyi keçirilir. Rusiyanın ikinci paytaxtı sayılan Sankt-Peterburq şəhərində yaşayan Əhl-i Beyt aşiqləri Peyğəmbər sallallahu aleyhi və səlləmin mövlud günün böyük izdihamla qeyd edirlər. Mövlud tədbiri Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhl-i Beyt cəmiyyəti tərəfindən təşkil olunmuşdur. Bu gün Allahın bəşər üçün göndərdiyi minlərlə Peyğəmbərin sonuncusu, Tanrı dininin ən kamil formasını insanlara çatdıran, bütün yaradılanların ən üstünü olan Həzrəti Muhammed Salavatullahın mövlud günüdür. Bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir. Eyni zamanda bu günlər bir çox yerlərdə müsəlmanların birliyinə, yaxınlaşmasına, vəhdətinə xidmət edərək vəhdət həftəsi kimi qeyd olunur. Bu münasibətlə Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Əhl-i Beyt aşiqləri bu bayramı böyük izdihamla qeyd etdilər. Mövlud tədbiri Sankt-Peterburq Əhl-i Beyt cəmiyyətinin təşəbbüsü ilə təşkil olunmuşdu. Məclisdə ilk olaraq Sankt-Peterburq Əhl-i Beyt cəmiyyətinin ruhanisi Hacı Niyaməddin çıxış edərək bütün dünya müsəlmanlarını bu əzəmətli bayram münasibəti ilə təbrik etdi. Daha sonra ilahiyyatçı Kərbəlayı Rüfət Həzrəti Peyğəmbərin elmi və hikməti barədə müsəlmanlara kiçik xutbə söylədi. O, qeyd etdi ki, Sünni Şiə əzəldən qardaş olub, bizim aramızda heç bir zaman ayrı seçkilik olmayıb. Daha sonra ilahiyyatçı müsəlmanları hər zaman agah olmağa səslədi. İlahiyyatçı, Sünni ilə Şiənin arasına ayrı seçkilik salanlar düşmənin planlarının həyata keçirilməsinə xidmət edir deyə vurğuladı. Mən hər sözdən əvvəl Vəhdət həftəsi münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirəm. Və fürsətdən istifadə edib bunu bildirmək istəyirəm ki, bugün müsəlmanlara hər şeydən vacib vəhdət lazımdır. Bugünkü gündə dünya müsəlmanlarının vəhdətə çox böyük ehtiyacları vardır. Və üzümü tuturam bütün dünya müsəlmanlarına və onları vəhdətə, birliyə çağırıram. Hər cür ixtilafdan, pərakəndəçilikdən çəkinməyə çağırıram. Məclisdə çıxış edən ilahiyyatçı Hacı Ramin, o da öz növbəsində bugün münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik etdi. O, söhbətində Quran ayəsinə toxunaraq buyurdu ki, biz Peyğəmbəri bütün insanlar üçün göndərdik ayəsi Həzrəti Peyğəmbərin tək müsəlmanlar üçün yox, bütün dinlərin nümayəndələri üçün göndərdiyi deyilir. Onda hesab etmək olar ki, bu bayram bütün bəşəriyyətin bayramıdır. Mən ilk öncə bütün dünya müsəlmanlarını, başda ağamız, mövlamız İmam Zaman əleyhissalam olmaqla, həmçinin bütün şiələri Həzrət Peyğəmbər əleyhissalamın mövludu günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Həzrət Peyğəmbər əleyhissalamın bayramı eyni zamanda da bilirik ki, dünya müsəlmanlarının vəhdət həftəsidir. İmam o zaman bunu vəhdət həftəsi olaraq, rəhmətli İmam Xümeyni bunu qoydu, getdi. Allah ona rəhmət eləsin və bizlər də bugünkü günləri vəhdət həftəsi olaraq keçirdirik və bu bayramdan əsas məqsədimiz heç də Peyğəmbərə süfrə açıb təamlar düzmək deyil onun adına. Məqsədimiz bundan ibarətdir ki, bu mövludda yenidən müsəlmanlar dirilsinlər və yenidən müsəlmanlar haqqın qarşısında bir olsunlar. Demək olar ki, zülmə qarşı mübarizədə bir olsunlar. Bütün dünya müsəlmanlarını təbrik edirəm və arzu edirəm ki, inşallah ki, necə ki biz bugünkü gündə Peyğəmbər məclisinə yığışmışıq və Allah Teala qismət eləsin qiyamət gündə Peyğəmbərin başına yığışmağı. Bizim əziz Peyğəmbərimiz, şərəfli Peyğəmbərimiz, Məhəmməd Peyğəmbərin mövlud günü münasibəti ilə bütün dünya müsəlmanlara təbrik edirəm. Bütün dünya müsəlmanlara sülh, əmin-amanlıq arzu edirəm. Bütün müsəlman balalarına, müsəlman əskərlərinə can sağlığı arzulayıram. Və Allah Teala onları imansız, ibadətsiz, Allahsız dünyadan aparmasın inşallah. Xəyal Müəzzin, Səhər Beynəlxalq Televiziyası, Sankt-Peterburq.